Fenerbahçe 11 iyundan itibaren saat 22:00'da MTV'de. Penalti programının baş sponsoru Breville. Yeni məhsul, yeni dad. Sponsoru Danilov. Xəyalları gerçəkləşdirən Azərbaycan brendi. We are ready. We are ready. We are ready. We are ready. We're ready. We're ready. We are ready. We are ready. We are ready. We are ready. We're ready. We are ready. We are ready too. Oyunları izlədik və eləcə bu dəqiqələrdə elə bitən İspaniya Copa Verde oyununda bizi təəccübləndirdi sözün əsl mənasında. O haqda ətraflı danışacağıq, amma bizim təxminlər turniri də öz belə deyim, yüksək sürət yığmaqda davam edir və dünənləri verilişimizdə qonaq olan Elza Seyidcahan hamının gözlənilmədən düzgün proqnozu ilə bizim turnirdə liderlik zirvəsinə yüksəlib. Bu haqda ətraflı danışacağıq və hal-hazırda istəyərəm elə verilişimizə qonağımızı təqdim edeyim. Azərbaycan tanınmış idmançısı, fitness məşqçi və bloger Kamil Zeynallı. Xoş gəlmişsən Kamil. Sağ olun, təşəkkür edirəm. Xoş gəlmişsən bizim bloger sözündən xoşum gəlmir, amma bloger kimi fəaliyyət göstərir son zamanlar. Bloger, sırf blogerin işi odur, blogerlə məşğul olur, amma mən sırf idman həyatında olan maarifləndirici və bloger sözünü o qədər ucuzlaşdırıblar ki. Çox ucuzlaşdırıblar, ona görə mən bloger adını sevmirəm artıq. Biz səni amma idmançı kimi və fitness məşqçi kimi tanıyırıq və çox sağ ol ki, dəvətimizə qəbul elədin, gəldin. Necədir futbol ab-havalı verilişiniz? Elə dəvətdən durdum, dəvətinizi qəbul edib, elə bir tədbirdən durub gəldim ki, dostumun toyudur, Abşeronda, Bakı kəndləri toyu, maraqlı keçirək. Palatka toyu. Hə, palatka. Kiftəmi yarımçı qoyub. Nətər yeyib içmək nətər idi? Əla idi, çox maraqlı idi. Mən şadlıq evlərində olan toydansa, kənd toyları daha maraqlı olurdu. Məncə də. Onu gözləyirdim neçə vaxtı. Mən də o gün sizə söz vermişdim. Birdən yadıma düşdü ki, həmən günün toydu, daha sözümü keçə fırada bilmədim. Çox sağ ol. Toydan sonra əslində meyxana olur, amma indi səndə futbol oldu. Toydan sonra veriliş var. Necədir əhval-ruhiyyən, necədir? Yaxşı, əladır, çox sağ ol. Mən sənin xətrini çox istəyirəm. Sən çox mərifətli, qanacaqlı oğlansan. Bu cür veriliş hər şeyi gətirmişsiniz. Təşəkkür edirəm. Futbol bayrama qarşı futbol, amma bir şeydə narahatlıq ki, kaş Amerikada olmazdı dünya çempionatı. Bəli, vaxt baxımından. Səhər tezdən durub Türkiyənin oyuna baxmışam o gün. Sonra ondan Yaponiya dünənlərim Hollandiyaya baxdım, 2-2 bitdi. 2-2, bəli. Az öncə bitən o İspaniya oyunları çox maraqlı oldu. İspaniya neylədir? Hamı dünya çempionu gözlədi İspaniya. Xəbərim yox idi o ölkə rəqib komandasını elə eşitməmişəm. Copa Verde. Hə, Copa Verde. Bizdə Allah verdiyini tanıyıram, Copa Verde. Copa Verde əməli başı Hokka verdi. Hokka verdi. Adı yazıb baxasaydım, üsbetləyəmədim baxmağa ki, bu necə ölkədir ki, İspaniya, yəni bəlkə də bir qapıya oynayıblar, bəlkə də ətdən divar olub arxada. O, yəni icmallı sabah yəqin baxacaq. Türkiyənin oyunu demək o elədi. Bəli. Amma belə hallar, sənə deyim Kamil, baş verib. Argentinada keçən dünya çempionatında ilk turda uduzmuşdu, sonra gəldi çempion oldu. Hətta axırıncı Avropa çempionatında Türkiyə ilk oyununda 2-0 uduzmuşdu, sonra gəldi 16-1-ə qədər irəlilədi. Bəli. Yəni belə hadisələr olub. Sadəcə İspaniya doğrudan sözün əsl mənasında bizi şoka saldı. Çünki heyətə baxanda elə təkcə bir dənə Lamine Yamal bütün Copa Verde'nin ölkənin büdcəsindən bahadır, bəli. Ölkənin büdcəsi qədərdən, amma nə bilim valar. Görək, amma doğrudan da şoka salır və bizim bildiyin kimi artıq sən də burada qonağımızsansa, bizə qoşulmuşsan, təxminlər turniri var. Bugün də sənin təxminləri və alacağıq dünya çempionatından bağlı, oyunlarla bağlı və ümumiyyətlə dünya çempionu kim olacaq, o təxmini də alacaq. Təxminlərin aran necədir? Pis deyil. Mən futbolu sevirəm, futbolla maraqlanıram, amma heç vaxt futbol təxminlərinə yanaşmamışam. Necə yanaşmamışam, o barədə yox. Yəni, pul yatırım barəsində elə şeyləri heç vaxt mən yanaşmamışam. Həmişə futbol izləmişəm, hətta futbola görə xarici ölkələrdə getmişəm. Ölkədə də, Türkiyədə də neçə dəfə Qalatasarayın, 4 dəfə, 5 dəfə Qalatasarayın stadionunda olmuşam. Həm Çempionlar Liqasını, Türkiyə Kubokunu, Super Liqa oyunlarını, Fənərbağçədə, Beşiktaşda hamısını yeyib izləmişəm. Sırf oyuna görə getmişəm. Fənərlisən yoxsa Beşiktaş? Yox, Göyçalıyam özüm, amma Qalatasaraya balet edirəm. Galatasaray, burada səndən yollarımız ayrılır. Yox, Kamil, biz bildiyimizə görə sən məşqçilikdən əlavə əvvəl futbolçu olmusan. Belə bir məlumat olmuşsan. Bəli. 16 yaşıma qədər. 16 yaşıma qədər futbol oynamışam mən. Professional futbol. Bəli, hardasa 15-16 yaşımda Kazbek Tuayev, Allah can sağlığı versin. Allah can sağlığı versin. Bizim
Əfsanəvi oyuncumuz, bəli. futbolçumuz. O bizim bir trener vardı, Əziz müəllim, Allah rəhmət eləsin, Əziz Əliyev. O vaxtda qapıçı olub, Neftçinin zamanında, köhnə Neftçinin SSR-in vaxtında Tofiq Bəhramovla stadionda məşqlərimiz gedirdi. O stadionun bitişi var, 2 dənə binalar var stadionun içində. Həmin sağ tərəfdə Əziz müəllimlə oynamışam illərlə. Üstümüzdə Çingiz müəllim var idi, Canbaxış müəllim var idi və Ələkbər müəllim var idi. Orada trenerlər yəqin futbolla o vaxt məşğul olanlar bilir. Və uzun müddət futbolla məşğul oldum. Sonra həmən 16 yaşımda Qazbek Tuayev bizi gəldi, orada turnir idi, Xocalı turniri. Bir 20-yə yaxın komanda var idi. Bir neçə gün davam elədi. Biz orada turnirdə qalib olduq, çempion olduq. Həmən o turnirdə mən bombardir olmuşdum. Ən yaxşı qol mənim qolum, ən yaxşı hücumçu seçilmişdim. Hücumçu mövqeyində idi. 400-ə yaxın futbolçu var idi. Həmən 400 futbolçu içindən 3 nəfər seçmişdi. Neftçiyə aparmışlar. O vaxtda da bizdə Azərbaycanda futbol dayanmışdı. Neçənci illər idi o? 2000 neçəyədir? 2006, 2005 o ərəfələr, bəli. Durğunluq var idi futbolumuzda. Bəli. Onda bir sezon zət dayandı bizdə futbol. Amma axtarışdaydılar da. Bilirdilər ki, təbii ki, elə qalmayacaq axıra kimi. Bizi götürdü, bir 3 nəfər futbolçu seçdi. İndi Fəhlə prospektində Luna Park var, onun arxasında. Orada məşq edirdik. O vaxtda bizim o əfsanə futbolçularımız var idi. Tanınmışlar da indi. Şahin Dini falan o... Yox, məsələn, Kamal, səhv edirəmsə, Kamal idi, Kramerenko zad, Cahangir idi. Vadim Vasiliyev var idi. Ay sağ olun. Zaur Tağızadə. Bəli. O məşhur futbolçularla bir yerdə məşq edirdik. Həmən bax, sonra ayağımdan ciddi zədə aldım. Zədə səni qoymadı futbolda. Sonra zədə, çox ciddi zədə aldım və ayağıma qəşəng keçirdilər. Qəşəng keçirdilər. Sonra uzaqlaşdım futboldan, soyudum da. Soyuddular. İllərimi, yaşım az olsa da illərimi qoymuşdum. Qışı, yay, istidə, o yayın hazır istisində Tofiq Bəhramovda Polyanın qırağında, stadionun qırağında. Kros qaçırmalı. 30 kuruq, 35 kuruq, o istidə da beyin cübbaq, beyin necə başı ağrıyırsa, amma dayanmırdım. Sonra o Tofiq Bəhramovda stadionun ən balacasından başlayırdım. Yuxarı, ortaya kimi təzə bütün pilləkənləri qalxıb düşürdüm da. Yəni, yayına, qışına, soyuğuna, boranın, tufanına baxmırdım, məşq edim. Qabağıma məqsəd qoymuşdum ki, həqiqətən o məqsədə çatdım, qapını açıb içəri girəndə təbii imkan vermədilər. Bəlkə də biz böyük bir əslində futbol belə yetənəyini itirdi bu zədəyə görə. Amma qismət odur ki, biz səni belə tanıdıq. Yaxşı ki olmamışam. Çünki bir zamanlar özünü tənqid elədiyi futbolçuların yerində olardın. Kamil, bilirik ki, futbol fiziki cəhətdən çox vacib bir rol oynayır futbolçular üçün və o futbolçuların özlərinin xüsusi fiziki məşqçiləri olur. Onlardan ümumiyyətlə futbolçu necə olmalıdır ki, yəni bu nəyə fikir verməlidir fiziki baxımdan, hazırlıq fiziki baxımdan? Bax, məsəl üçün, mən özüm bu yaxınlarda oturub Ronaldonun diyetologu danışır ki, Ronaldo çox sərt pəhriz saxlayır. Ona görə də bugünkü gün o fit bədən quruluşundadır. O sərt pəhrizi mən də saxlayıram və mənim kimi bodybuildinglə məşğul olanlar, yarışa hazırlaşanlar, səhnəyə çıxıb yarış bədən forması göstərənlər, hamısı bu sərt pəhrizdən keçirlər. Bizim pəhrizimizdə ən dib pəhrizdir da, yəni bundan o tərəfə sərt pəhriz yoxdur. Onun üçün iradə, güc, nəfsini hakim olmalısan, hamısı birləşikdir. Baxıram ki, onun proqramında, məsələn, bizim bodybuildingdəki o proqrama oxşardı yeməkləri. Düzdür, biraz artıq var, tam bizim proqramla gedə bilməzdir. Çünki əsəb stres olar, çünki bizdə o qədər suher olur ki, qalxır yarışa bir ay qalmış 10 litr içirik. Günə 10 litr, sonra bir gün qalmış o su tamamilə kəsilir və digər nələrsə duzu qramına kimi tökürük, hər şey ölçürük, hər şey qramı ilə. Baxıram ki, Ronaldo həmən ən xırda bir şey nədir? Duzdur. Duzu qramla. Son 3 gündə, 4 gündə, 5 gündə 3 qram, 2 qram və yaxud da 4 qram həmən o duzlarla biz qidalanırıq, məsələn, yeməyimizə və digər hər bir şey qramı ilə, karbohidrat kəsilir, zülal çoxalır, zülal azalır, karbohidrat çoxalır. Məsələn, yarışdan bir neçə vaxtlar qabaq sonra. Neyse, bunlara biz beləncə ciddi nəzarət edirik. Baxıram ki, həmən bu şeydə, məsəl üçün, günlərin 41 yaşı var Ronaldonun, bədən forması çox gözəldir, idealdır. O da nədir? Təbii ki, qidalanmadır. Fərqi yoxdur, istəyir futbol olsun, basketbol olsun, hansı bir idman növü olur olsun,
həmin idman növündə formada fit qalmaq istəyirsənsə, mütləq qidalanma çox düzgün olmalıdır, çox düzgün. O da yaş aidiyyəti yoxdur. Hansı biri istər 50 yaşında olsun, qidalanmana baxsan, bədən forman fit olacaq, gözəl olacaq. Məsələn, futbolçu da əsas qidalanmağıdır və bir də ki, yuxu rejimidir. Yuxu rejimi. Əsas, yuxu rejimi. Çünki yuxu rejimi gec yatıb, tez durub, idmanlarla belə məşğul olanda adam istər-istəməz taqətdən düşür, enerjini tam bərpa eləyə bilmirsən bədənə. Vaxtında yatıb, vaxtında durmaq, enerjini, bədəni doldurmaq deməkdir. Çünki növbəti idmana çıxanda səhəri, gün ortasını, elə olur ki, gündə idmançılar, məsələn, biz yarışdan 3 saat, 4 ay qabaq, gündə 3 dəfə məşq edirik, səhər, gün orta, axşam. Futbolçular da gündə elə olur ki, 2 dəfə məşq edirlər. Rejimlə, belə. Hə, rejimlə. İndi hər dəfə yox, onlar, məsələn, yığma deyəndə, həm klubun yığmasında, həm də yığma komanda, milli komandanın yığmasında olanda gündə elə olur ki, 2 dəfə məşq edirlər. Bu məşq üçün də mütləq qidalanma saatları və yuxu rejimləri önəmlidir. Çünki yuxu rejimi burada olmayandan sonra səhər duranda, məşq edəndə artıq aləm qarışır bir-birinə, yorğun, halsız, bitkin olursan və bu da sənin idmanına və nəticənə təsir edir. Məsələn, belə götürəndə baxsan ki, xarici futbol, Avropa çempionatında iştirak edən komandanın bizim futbolçular arasında futbolçularla nə fərq var? Eyni insan, hamıda eyni yaranmışıq. Sadəcə fərq odur ki, burada xarici futbolda aşağı təbəqə, alt yapı futbol var deyənə, akademiyadan çıxırlar deyənə, bizdə alt yapı tam yoxdur. Bizdə alt yapıda sürünürük, əziyyət çəkirik. Problem oradandır da, yəni kökü oradandır da, problemi kökü oradandır. Kök ondan, ona görə nəticələr və gələcək futbolçular az. İndi düşübləri onun üstündə məşğul olurlar. Məsələn, uşaq futbolu inkişafdadır. Amma o deyilik də, biz o deyilik. Sadəcə yetənək bəs eləmir də, yəni bunun alt şeyləri var. Uşaqlara diqqət lazımdır. Çox düzgün yerə vurğuladın ki, bu qidalanma və yuxu rejimi, yəni bəlkə də yenə deyirəm, yaxşı oynaya bilərsən, amma bu faktorlara fikir verməsən, yəni sən tam professional futbolçu olmağa biraz çətin məsələdir. Əziz tamaşaçılar, siz də əgər şəxsən Kamilə və dünya çempionatından bağlı nəsə bir maraqlı sualınız, kreativ bir sualınız və yaxud da təxmininiz varsa, bax gördüyünüz nömrələrə əlaqə saxlayın və bizim baş sponsorumuz olan Brel pivəsindən dəyərli hədiyyəni qazana biləcəksiniz. Kamil, əgər dünənləri vaxtın olmayıbsa, bütün tam oyunları izləməyə birinə baxmısan. Elə bizdə Hollandiya, Yaponiya oynadı. Hollandiya, Yaponiya. Ən maraqlı oyunlardan... Yaponiya barət edirdim mən. Əslən, Yaponiyanı belə sevirəm. Çünki məndə Nonda Neftçidə oynayanda yadınızdadır Nonda. Nonda mənə öz formasını, buçilərinə hədiyyə verib. Həm də ki, nəyə görə Nonda? Öz buçlarını sənə verib. Bəli, öz buçu oyundan sonra düzdür. Sihtimədim verin mənə. Mən xalam oğlu hal-hazırda Neftçidə tərcüməsidir, Vüqar. Salamlayıram burada. Salamlayıram. Deməli, Vüqar həm də komandanın futbolçuların çoxsu indi dostumuz, hamımız bir-birimizi tanıyırıq da, indi komandanın rəhbərliyində hamısının münasibət var idi o vaxtı. Onda çempion olmuşdu Neftçi, bilmirəm 2020 neçənci il idi. Onda onlarla bərabər hətta soyunma otağında da bir yerdə şəklimiz var orada Neftçi bazada, divarda çempionluq şəkli var, orada mən də varam komandanla bərabər. Sonra keçmişdik paltar dəyişmə otağına, orada da söhbət edirik, hamı uşaqlarla öz aramızda, oyuncularla deyirik ki, onda xalam oğlu dedi ki, ondan şeylədi, həm də onda zala da gəlmişdi mənə, idman zalına da gəlmişdi. Gəlmişdi oradan, qantellər zatları götürmüşdü o vaxtı, pandemiya vaxtında oynayırdı da bizdə, yadınızda yoxsa yox o vaxt. Onda bir-iki dənə ona ştanq, qantel lazım idi. Gəldi, həmən xaloğlu Zənfırdı Vüqar, gəldilər, mən onları verdim onu deyə, getdi, özü evdə onlarla məşğul olurdu. Sonra gətirəndə də orada bilmişdi ki, paltar dəyişmə otağında da görmüşdü ki, məni tanımışdı və onda özü mənə hədiyyə vermişdi ki, sən mənə o vaxt fiziki məşqlər üçün ştanq, qantel zat vermişdi. Əfsanəvi oyuncudur, təbii ki, yəni o cür Milan falan. Yaponiyada həm də niyə sevim? Yaponiya xalqı olsun, istəyir futbolçuları olsun, disiplinlidirlər, mədənidirlər. Futboldan sonra da atdıqları zibilləri yığırlar torbanın içinə, aparırlar, atırlar. Ona görə də o xalqa, o komandaya mənim biraz rəğbətim, hörmətim var. Dünənki komandada, məsələn, Hollandiyada güclü komandadır, Hollandiyada maraqlı komandadır. Hətta adam baxır, əslində futbolun gözəlliyinə baxmaq lazımdır, oyunun gözəlliyinə, sırf fanatlıq. Amma o tərəfdən mən Yaponiyanı biraz üstün tuturam. Futboldan qıraq tərəfləri çox yüksəkdir, mən onları çox denirəm. Kamil, gəl istəyirsən elə dünənki icmalara qısa nəzər salaq, baxaq oyunlara. Dünən keçirilən ilk oyun... İlk dəfədir, 150 min əhalisi var məncə. Mənim məlumatım yox idi. Balaca bir ada kimi bir yerdir. Hollandiyanın tərkibinə yaxın bir ölkədir deyəsən. Hətta elə olur ki, Hollandiyanın
Pasport ilə filan ilə qədər. Amma ilk dəfə dünya Gol çempionatında vurublar. iştirak edənlərə Almaniya gol vurublar. birinci qoludur belə dünya çempionatı. Amma Almaniya çox belə amansız oldu da. Yoxdur. Belə də amansızlıq yoxdur. Amma Sane, mən Galatasaray bayt edirəm də, Sane də mənim maraqlı Sane idi. də bəli. Hə, sona qədər oynadı. Amma onun dünya çempionatına qatılmağını biraz belə mübahisəlidir. Hə, Biraz nəsə qızıq yaradır onlarda. Bəli, qızıq yaradır. Azərkeşlərdə. Amma maraqlı qollar idi. Hamı masajçı, nə psixoloq, hamı qol vurdu da Almaniyaya. Avtobus şoförü zaten Hamısı vurdular, hə. Bir qapı oyunu, 7-1 hesabı. Ya Almaniyada bir daha görsək. Mən bu oyuna baxırdım, bir çay evinə getmişdim axşam. Orada gözücü domino oynaya baxırdım oyuna. Hə, baxırdım. 3-1, 4-1, hər bir başımı qaldıram, baxaram. Mən burada oduram domino. Səhv eləməmsə. Hə, 2 dənəsini vurdu. Yəni Almaniya bir daha bu çempionatın favorit olmağını sübut elədi məncə. Qəşəng qol idi. Amma məsələn Braziliya kimi o dünyanın nəhəngi 1-1. 1-1. Amma Mərakeş komanda deyil, çox güclü elədi. komandadır. Hə, ilk gördün, ilk dəqiqələrdə necə hücum atılırdılar, necə qapanmışdılar, amma qapanmışlar yox, hətta sözün açıq futbol oynayırdılar. Yəni o görə rahat gol vurdular. Amma sonrakı oyunda dəyişmədi də. Yəni futbolda bilmək olmaz. Startdan bilmək olmur Hələ futbolu. qabaqda sürprizlər çox olacaq. Bəli, bəli. Növbəti oyunumuza keçək. Kamil, növbəti oyunumuz Hə, bu maraqlıdır. Niderland, Yaponiya. Siz futbol izləmir Kamil, amma görürsüz, hər şeydən məlumatlıdır. Maşallah. Və bəli, təkrarı ilk gol Virgil van Dijk'dan. Yeganə Kumandan bəli geridə qalır o top hesabında. 15 qolu var Kumanın. Van Dijk'ın 14 qolu var. Və Yaponlar da belə sənə deyim ki, Hollandiyada oynayır yoxsa Hollandiyada oynayır o özü də. Hollandiya klubunda bu qolu oynayır. vuran futbolçu. Bu Yaponiyanın oyunçusunun biri Hollandiyada bombardir olmuşdu. Aha. Bu sezon 25 gol vurmuşdu. 25 qol atdı. 25 gol vurmuşdu. Çox Bu belə ildə baxımlı yoxsa qol gol idi. idi buraxdı. Yaponiyada belə super starlar olmasa da komanda çox belə maraqlı oyun sərgilədi. Və bu da çox baxımlı qol. Bu da çox baxımlı qol idi Niderlandlardan. Balaca boy, o boyda 2 metrəli müdafiəçilərin arasından başla özünə qol vurmağı, bu doğrudan da alqışlara layiqdir. Buna sevindim. Sonuncu sevindim. Bəli, sonuncu dəqiqədə. Növbəti oyunumuz var. Növbəti oyunumuz Côte d'Ivoire, Ekvadordur. O da 1-0. Single Bəli. asisti maraqlı. Bu oyunun maraqlısı ondadır ki, bu oyunun nəticəsi. Bəli. Sonra da deyirlər ki, xanımlar asisti çox maraqlı idi. O da biraz maşallah oynamağı, qaçmağı gibi. Bu İsveç, Tunis. Bu İsveç, Tunis oynuyor. Bəli. Côte d'Ivoire oyunu dedim amma bu. İshak 5-1 hesabı ilə, bəli. Və Tunisin məşqçisini istifaya göndərdilər. Bu oyundan sonra. Aha. Bu oyundan sonra bizdə bu məlumat yox idi. Dəqiq məlumatdır. Bəli. Aha. Oxumuşam Bu oyundan xəbərlərdə. sonra yəni 5-1-dən sonra yəni bəs kim olacaq onlarda? Yəqin köməkçisi olar, ikinci köməkçisi. Ya isti Meksikada belə bir oyun maraqlıdır görən. Sən Belə səhvlər yoxdur. İsveç millisinin forması var. Mən özüm Əslində sənə deyim, İsveç millisinin öz forması var məndə. O vaxtı Hakan Milt var idi. Hakan Milt. 17 nömrəli yığma komandamızda oynayanda o vaxtı. sən onu muzey əməli başa muzey aça bilərsən ki. Sonra məndə Bellamy vardı, onun forması. Bellamy çox gözəl oyunçu idi. Bəli. Fatih Akyel vardı bəlkə işlərində o vaxt Qalatasarayın Zaşniki. Qalatasaraydan Super Kubokda, UEFA Kubokunda oynamışdı milli komanda. O Türkiyə millisinin özü vermişdi formasını. Muzey yaratmaq fikri yoxdur. Maraqlı, çox maraqlı qollar idi, maraqlı oyunlardı. Və əziz tamaşaçılar, hal-hazırda futbolda fasilədir, bizdə isə reklamlardır. Penalti proqramına Brevel'in baş sponsorluğu, Danilov'un sponsorluğuyla baxırsınız. Bəli, əziz dostlar, reklamlardan qayıtdıq və nəzərinizə çatdırmaq istəyirəm ki, verilişimizin baş sponsoru Breville pivəsidir. Breville Salyan pivə zavodunun premium markasıdır. Salyan pivə zavodu 60 ildir yüksək keyfiyyətlə, təbii xammaldan, ən son texnologiyalardan və böyük təcrübədən istifadə edərək fərqli pivə markalarını uğurla istehsal edir. Dünya Kubok həyəcanını Breville ilə yaşayın. Növbəti sponsorumuz Danilov ayaqqabı markasıdır.
natural dəridən sizlər üçün özəl hazırlanan Danilov ayaqqabıları ilə ayaqlarınız rahat və şık olacaq. Danilov xəyallarınızı gerçəkləşdirir. Gələcək, ayaqqabılar gələcək. Deyirəm ki, buraya çox gözəl dizayn veriblər. Hətta Bəli, ilk baxışda Avropa markasına, xarici markası yoxdur. Amma biz Səlyanın öz yeri istehsalımızdır. Bizim Səlyanı buraxır sən demə. Halal olsun. Dəf kimi. Dəf kimi. Dəf kimi. Danilovda bildiyin kimi bizim yeri markamızda olmuşsan Danilovda. Ya olmamışam, yox. Mən sıraz əyildim, ayağına baxdım, gördüm, yox. Danilo deyir, sən də ki. Koseski. Sənərəkdir. Danilov özü belə natural dəridən özün belə yerində hazırlayır. Eşitmişəm, hə. Yəqin bizə eşidibsə, Yusuf Kamil bəy dəvət eləsin. Və bir daha qeyd edək ki, bizim studiyamızda dostlar, siz də zəng edə bilərsiniz. Kamilə və dünya çempionatı ilə bağlı suallarınızı öyrənirsiniz və bizdən baş sponsorumuzdan hədiyyə qazana bilərsiniz. Kamil, bu dünya çempionatında sənin favoritin kimdir və kimə azarkeşlik edirsən? Mənim favorim əslində, bilirsiniz, keçən dəfə də oyunlara baxanda dünya çempionatı baxmısan. Almaniya kimi komanda gəldi, elə bir yerdə uduzdu. Heç qrupdan çıxamamışdı. Keçən dəfə Almaniya bilirsin. İtaliyada bu il. Hə, İtaliya gedə bilmədi. Məsələn, bilmirəm, İspaniyada məsələn güclü komandadır. Deyirdilər ki, bu komandaya vurulmasa bir 8-10 dənə gol vuracaq, amma gəldi 0-0 oldu. Ona görə nəticələr sürpriz olacaq və Afrika ölkəsi də gəlib çempion ola bilər. Bizimkilər bu mövzudur. Yəni bu sənə görə şirinlik üçün deyirəm. Gəlib ola bilər, bilmək olmaz. Yəni futbol sürprizdir, amma təbii ki, Portuqaliya var, Braziliya var, Almaniya var, Fransa var. Bunlar hamısı çox güclü. Hələ Xorvatiya, digər komandalar var, amma yox, təxmin eləmək düzgün deyil, amma təbii ki, məsələn, mən istəyirəm Portuqaliya olsun. Ronaldoya verək də, bu kubu verək də ona da. Yola salaq getsin. Yola salaq da. Sonra Argentina hələ indi Argentinada möhtəşəm bir bilmək olmaz. Amma bilmək olmaz, hər şey ola bilər futbolda deyənə. Sürprizlər qabaqdadır. Allah o günü də bizə qismət etsin ki, oturaq söhbət eləyək ki, görəsən biz qrupdan çıxa biləcəyikmi dünya çempionatında? İnşallah, inşallah. O günü görə biləcəyikmi biz? O söhbət eləyə biləcəyikmi görəsən? İnşallah deyək. Amma mən sənə deyim ki, yavaş-yavaş başlamışıq. 5 nəfər tapmışıq. Bax, mini futbolda Avropa çempionu olduq. Bilirsən bu yaxınlarda. İkinci dəfə. İkinci dəfə, bəli. Yəni bu 5 nəfərimiz varsa, demək 6 nəfər tapıb nəsə eləmək olar. Görə o, həmən onların qonaqlarına, onları oxuyan kim varsa elə. Yığaq da, yığa 11 nəfər göndərək də ora. Onlar, bizim futbolçular da onsuz da hər oyuna çıxanda, olsun, məsələn, məğlub olurlar. Onlar da təbii ki, çıxanda heç bir futbolçu istəməz ki, uduzsunlar. Hamısı istəyirlər ki, qələbə qazansınlar. Amma oyun alınmayanda alınmır da. İndi bilmirəm, oturub o dünya alimlər də fikirləşir, tapa bilmirlər ki, yəni niyə uduzuruq biz? Maltaya niyə uduzaq da bizdə? Rəqib də 11, biz də futbol. Düzdür, Braziliya uduzur, Argentina uduzur. Amma biz bu qədər uduzmamızın səbəbi nədir? Bilə bilmirik də, qardaş. Yəni futbolçuluq da, maaşları da, qazancları da hamısı yerində. Azərbaycana baxanda yəni normaldır. Bəli, bəli. Kifayət qədər yaxşı məbləğlər qazanırlar. Hə, amma onlar da istəməzlər, uduzsunlar təbii ki. Onlar da istəməzlər ki, belə məğlub olsunlar komandalar, amma neyniyək? Yox da, əsas odur ki, başlamışıq, mini futboldan başlamışıq. Onsuz da, yəni bizim də yaxşı olacaq futbolda sonumuz. Sonumuz yox, yəni ki, qarşıda gedən irəliləyişlər yaxşı olacaq. Çünki biz səbirli, uduzu budan xalqıq. Necə Qarabağ döyüşündə 44 günlük müharibədə biz 30-a gəldik, sonradan... Sən onun real şahid olmuşsan da. Şahid olanlardan biri mənəm. Ona görə də bilirəm ki, biz də, futbolçularımızda müəyyən bir vaxtdan sonra ruh yüksəkliyi və o əzmkarlıq olacaq inşallah. İnşallah. Pelenin ruhu gələcək, Azərbaycana gələcək inşallah. O günü səbirsizliklə gözləyirik. Kamil, bilirsən ki, bugün və sabahlarda artıq bir neçə oyunları var və o oyunlar haqqında məlumatlarımız var. Sizdən oyunlara baxaq və sonra sənin təxminlər və də kömək eləsin oyunlar. Baxaq məlumatlara. Məşhur qırmızı şeytanlar bütün dünyanı ən parlaq, hücum meyilli futbola öyrəşdirən və tarixdə artıq 15-ci dəfə dünya çempionatına hücum çəkən komanda. Belçikalılar öz qızıl nəslinin gedişindən sonra heyət dəyişikliyi yaşasalar da iddiaları dəyişməz qalıb. Belçikalıların mundiallarda ən böyük nailiyyəti 2018-ci ilin bürünc medalları olaraq qalır və bu güclü Avropa qüvvəsi Şimali Amerikaya tək bir məqsədlə gəlib.
Yenilənmiş Belçikanın nəhayət ki, o həsrətlə gözlənilən qızıla çata biləcəyini sübut etmək. Lakin G qrupunun açılış oyununda onlara qarşı inanılmaz dərəcədə qürurlu və etirazlı Misir millisi duracaq. Məşhur Fironlar, Afrikanın 7 qat kralları cari seçmə mərhələni inamlı və heç bir məğlubiyyət almadan keçirək dünya birinciliyinə geri dönürlər. Misirlər okeanın o tayına monolit bir komanda gətiriblər. Onların bu turnirdəki ən əsas və ən böyük hədəfi tarixi lənəti qırmaq və nəhayət dünya çempionatları tarixində ilk qələbələrini qazanmaqdır. Ona görə də Belçikalıların işi çox güman ki çətin olacaq. Üstəlik onların qarşı durma tarixində üstünlük Misirlilərin tərəfindədir. Onların 2 qələbəsi daha çoxdur. Ümumi qol hesabı isə Afrikalıların xeyrinə 7-5-dir. Səudiyyə dünya çempionu Argentinanı üstələyərək inanılmaz bir sensasiyaya imza atmışdılar. Səudiyyəlilər sübut eləyirlər ki, yerli liqaya qoyulan nəhəng maliyyə vəsaitlər və meydandakı fədakarlıq sayəsində istənilən futbol nəhəngini yıxmağa qadirdirlər. Şahinlər Şimali Amerikaya Qətər möcüzəsinin təsadüf olmadığını sübut etmək üçün uçublar. Amansızlığını və polad iradəsinin əsl təcəssümüdür. Onlar 2 dəfə Dünya Kubokunu başları üzərinə qaldırıb 16 dəfə Amerika Kubokunu qazanıblar və İran millisi Fars Leoparları Asiyanın ciddi futbol qüvvəsi hansı ki ardıcıl 4-cü tarixində isə artıq 7-ci dəfə mundialın final mərhələsinə vəsiqə qazanıb. İranlılar bütün dünyanı özlərinin qapalı, inanılmaz dərəcədə intizamlı və fədakar futbolunu çoxdan öyrəşdiriblər. Ötən dünya çempionatlarında onlar hətta Messili Argentinanın özünü tər tökməyə məcbur etmiş və Walesa qalib gəlmişdilər. Şimali Amerikaya İranlılar tarixlərindəki tək, lakin hələ ki ən böyük hədəflə gəliblər. Nəhayət qrup mərhələsinin lənətini qırmaq və ilk dəfə play-offa yüksəlmək. Açılış oyununda C qrupunda onlara qarşı duracaq rəqib isə Okeaniyanın dominant qüvvəsi Yeni Zelandiya millisi olacaq. Yeni Zelandiyalılar öz seçmə mərhələ zonalarında bütün rəqiblərini inamla və rəhm etmədən sıradan çıxararaq 16 ildən sonra bu dünya futbol bayramına geri dönürlər. Hamımız onların Cənubi Afrika Respublikasında 2010-cu il mundialında göstərdikləri yadda qalan çıxışı xatırlayırıq. Orada onlar turnirdə heç bir oyunda məğlub olmayan yeganə komanda olmuşdular. 3 dəfə heç etmişdilər. O cümlədən son dünya çempionu İtaliya ilə. Bu uşaqlar öz heyrətamiz fiziki gücləri, Britaniya oyun üslubları və maçın son saniyəsinə qədər mübarizə aparmaq bacarıqları ilə tanınırlar. Bəli, məlumatlarla tanış olduq və əminəm ki, bizi bugün və sabahları çox maraqlı və belə deyim, sensasiyon oyunlar gözləyir. Kamil, uşaqlıqda müsahibələrdən oxumuşam ki, uşaqlıqda nadin uşaq olmuşsan, belə deyim, xuliqan olmuşsan. Belə ən belə gülməli, yadda qalan belə anların var o xatirələr onunla bağlı, uşaqlıqla bağlı. Əslində, bilirsiniz, nadiz olmaq da bir şey deyil. Bəli. Bəzən indi fikirləşərlər ki, bizi izləyən uşaqlar ki, məsələn, az yaş uşaqlar, Kamil də nadinc olub, biz də nadinc olaq, gələcəkdə bəlkə biz də onun kimi tanınmış ola bilər, necə ola bilər? Xeyr, əslində o düzgün bir şey deyil. Mən özüm sinifdə qalmışam 4 il və mən bu gün heyfsilənirəm ki, kaş oxuyardım, kaş təhsilim olardı. Onsuz da şükür Allaha savadım azdan çoxdan var, hər şeydən dünya görüşüm var, sonra anlayışım var. Hər bir şeylə maraqlanıram, oxuyuram, bacardım qədər, amma vaxtında oxumaq başqa bir şeydir. Bəli. Və Təməldən, bəli. Futbol uşaqlıqdan o maraqlı... Belə gülməli, ən yadda qalan belə məktəb illərindən. Məktəb illərimdən bilirsən, sinifdə uşaqların altına deyəcəm, o yaxşı bir şey, mismar zat. Knopkalar qoyurdum. Nə bilim, məktəbə gedib şeydən gətirmişdim. O at sapan yer var, məktəbin böyründə at sapılan yer. Skaska deyirlərdi. Orada getmişdim. Cıdırdan. Bəli. Məktəbə gətirmişdim, düzmüşdüm. Ataplenin altına at peyinləri məktəbdə. Danışma, Kamil. 2-3 gün elə bil məktəbdə inək saxlamışdık. At saxlamışdı, ötünü iyi götürmüşdü. Ona görə direktor mənə şahid edilmişdi. Polis bölməsinə aparmışdılar. Sonra çox da əhvalatlar, düzdür, indi gülürük, amma çox peşmanam ki, mən məktəbdə müəllimələrimi incitmişəm. Günlərim onları görəndə həm sevinirəm. Onlar da yəqin sənə baxıb 100% fəxr edirlər. Onların bir sözü var ki, Kamil, səndən adam olmayacaq, səndən olacaq, amma günlərim
Onlar məni görəndə çox sevinirlər. Bəli. Qucaqlaşırıq, danışırıq və yaxud da söhbət edirik. İşte məktəb illərindən çoxdur xatirələr, amma elə şeylər var ki, Efirdə danışdı. Efirdən sonra amma bu arada iş var soruşacağım səndən. Kamil, bizim bir oyunumuz var, penalti adlanır. Penal vurmaqla aran necədir? pis deyil. İndi yoxlayacaq daha dəqiq necə vuracaqsan. Demək, sualımız bundan ibarətdir. Bu futbolçulardan hansı uşaqlıqda futbol məşqçisinin velosipedini oğruyub? Ad yazılacaq. Variantlar var. Bax, birinci variant Maradona, ikinci variant aşağıda Mario Balotelli, üçüncü variant Romelu Lukaku, dördüncü variant Zlatan İbrahimovic. Sən seçməlisən ki, indi topu hara vurmalısın? Dəqiq variantı seçməlisən. Topu hara vurmalısın? Bəli. Yuxarı, aşağı, doqquzluğa. Lukakudan yox, İbrahimovicdən, Maradonnadan, Balotellidən gözləyərəm. Çox çılğın bilər də. Balotelli ilə İbrahimovicdən gözləyərəm. Düz Maradona ola bilər. Çünki məşqçisinin velosipedini oğrayıbsa Maradona olub. O vaxtlarım təbii ki, velosipedlə trenerlər yox, məşqçilər o vaxt məncə Maradona. Maradona. Ya Balotelli ya da ikisindən biridir. Ya Balotelli ya Maradona. Bəlkə heç biridir. Heç biridir. Bəlkə. Bəlkə yox. Ya Balotelli deyək. Balotelli. 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 Deməli 2 aşağı sola. Yoxlayaq düzgün cavaba. Baxaq. Gol olmadı. Əfsuslar olsun ki, xeyr. Düzgün cavab Zlatan İbrahimovic idi. Bəli. Uşaqlıqda öz baş məşqçinin köməkçisinin Siz mən köməkçi demədiniz. Burada çaşdırdın. Burada çaşdırdın. Mən dəqiq desəydin sualı, mən dəqiq tapardım. Bilmədən də deyirlər. Ondakı o öz kitabı, tərcümə halında kitabında qeyd eləmişdim. Toxu çatmazaq, məşqçinin velosipedini oğrasınız o komandanın. Köməkçinin ola bilərdi. Onu da düzgün demədiniz. Bu sayılmır. Kamil, mən bilirəm ki, sən fitness mərkəzin var. Hətta özüm də mən ora gəlmişəm. Mən bir vaxtda mən orada şərait yaratmışsan, çox sağ ol. Gəlməz olardın, hə? Gəlməz olardın. Ola bilər sentyabrdan sonra yenə gəlim. Yay qutarsın. Gəlmə. Amma istəyirəm Kamil. Necədir ümumiyyətlə o biznes? Necə gedir? Bilirsiniz, qabaq o vaxtı deməyim, o mən deməyim yaxşı bir şey deyil. Təbii ki, həmişə bu fitness, bodybuilding Azərbaycanda və bütün dünyada olub, var olub, inşallah da olacaq. Deməli, Azərbaycanda da var idi. Sadəcə tam bu idman növünün reklamı yox idi ki, bu haqda daha çox danışan, gündəmə gətirən bir şəxs yox idi. Mən bu idman növünü daha çox işıqlandıran və gündəmə gətirən və bugünkü gün zalların çox açılmağına faydalı səbəbkarlardan biri olmuşam. 100% bu belədir. Mən deməyim, yenə deyirəm, yaxşı bir şey deyil, birincisi olmuşam. Tamaşaçılar olsa zaten bunları o vaxtı adını da deyə bilərəm, indi reklam olmasa da Olimpik Star İdman Zalı Fitness indi də var. Mən orada çalışmışam. Ora məni tanıdıb, mən də oranı tanıtmışam. Və tanınmış ulduzlar, məsələn deyək, indi Azərbaycanda isə tanınmış simalar gəlirdilər və çox verilişlərdə mən idim. Həm səhər idman hərəkətlərində. Öz verilişin də var idi. Bəli. Mən öz verilişimdə şık klubu verilişi idi. Yadımdadır mənim. Orada tanınmış aktyorlar, müğənnilər, aparıcılar hamısı çoxsu mənim yanıma gəlirdilər və çoxsu nəticədə çox gözəl nəticələrimiz olurdu və bütün efirlərdə demək olar ki, həmin ora haqqında, bizim zal haqqında mən danışırdım, müğənnilərlə rubrikalar olurdu, hamı ora salırdı, aparıcılar, verilişlər və belə fitnessə qarşı insanların həvəsi daha çox yarandı. Xanımların deyim, daha çox. Çünki Allah rəhmət eləsin, Tünzaylı xanım toppuşbazı. Bəli, Allah rəhmət eləsin. O böyük bir çəki atmışdı, 68-70 kilo, pəhrizlə yanaşı. Amma hər gün idmandaydı, pəhrizini də saxlayırdı və günü-gündən insanların gözü qarşısında əriyirdi, arıqlayırdı və hər gün də efiri idi. İdmandan çıxıb efirə gedirdi və yaxud da efirdən çıxıb idmana gəlirdi. Nəticə göz qabağında. Nəticə, hamı da görürdü, görənlər də fərqi yoxdur. İndi digər verilişlərdə də çox gəlirdi, xanımlar daha çox gəlirdi. İndi necədir Kamil? Xanımlar daha çox gəlir, yoxsa bəylər xanımlar çox? Bizim zalımızda qadın zal ayrıdır, kişi zal ayrıdır və bugünkü gün xanım müştərilərimizin sayı bəylərdən daha çoxdur. Yəni o vaxtda idman zalları elə çox yox idi və sonradan o qədər idman zallara açılıb ki, artıq o hər kəs bu
tıxaclara görə işdən çıxanda, o bu da tıxacda mənim yanıma da sədrəkdən çıxırdı, Löşbatana getmirdi evə, gəlirdi Nərimov məşq edirdi, oradan gelirdi. Və yaxud da ki, Yasamaldan durub gəlirdi, Əhmədlidən, Sabunçudan, Suraxanıdan, hər yerdən müştəri gəlirdi. Bu günlərim bu tıxaclar artıq insanları bezdirib deyənə, hər kəs öz işinə yaxın, evinə yaxın idman zallarına gedirlər. Ona görə də bugünkü gün idman zallarında qazanc o deyil. Zallar da çox açılıb. Ona görə zallar çox açıldığına görə hamı da deyir ki, qardaş, mən tıxacda bu qədər benzin, vaxt itirib, yorğun, enerjimi itirməkdənsə, gedim işimə, işdən çıxıb işimə yaxın gedim, evdən çıxım və yaxud da evin yaxınlığında gedim. Ona görə də qabaqki kimi fitnesslərdə iş yox. Cəmaət var, qardaş, var, gəlib gedən var. Yəni, o vaxt müqayisə eləyəndə 4-5 il bundan öncə, 6 il bundan öncə qazancısından bugünkü qazanc yarı-yarıya düşüb. Zallarda, məsələn, adamları çox görmək olar. Təsəvvür edir ki, bundan da 2 qat ola bilərdi. Amma bu günlərim bu tıxaclar hər kəsi demək, işlərinə, yüzünə soyudur belə. Soyudur, insanların enerjisinə, həm əsəb, stres, hər şey yaradır da bizdə bunlar. Amma əsəbin stresinin ən gözəl atılması yerə elə zaldır da, yəni. Onu bir dəfə dözmək olar, 2 dəfə, çünki işdən çıxıb gəlmək müddəti olur ki, tıxacdan gəlib çıxana qədər yarım saat, 40 dəqiqə enerji, güc itirirsə, ona görə çalışırlar ki, rahatçılıqlarına fikir verirlər. Kamil, bizim növbəti oyunumuz var, ora istəyirəm keçid alaq. Demək, futbol karyerasını bitirdikdən sonra idman zalları açan futbolçularla bağlıdır. Hətta. Bəli, biz arzu şəkilləri göstərəcəyik efirdə. Sən tapmalısan ki, hansı futbolçu bu işə daha professional yanaşır və öz fitness zalları var, hətta setdir onlarda. Mesut Özil, bəli, Almaniya millisinin türk əsilli futbolçusudur. Məsələn, mən bildiyimə görə, indi ola bilər deyirlər, mən bodybuildingə keçdi məşq eləməyə və Azərbaycana gəlmişdi bu yaxınlarda. Bəli, bu yaxınlarda gəlmişdi Bakıya. Amma öz zal olduğunu bilmirəm. 3 variant var, bəlkə də elə bu deyil, bəlkə də bu deyil. Biri bu deyil. Özil deyil. Növbəti şəklimizə keçid alaq. Fernando Torres, bunu da tanıyırsan, İspaniya millisinin oyuncusu. Bu da bax, əvvəl necə idi və indiki forması çox necədir? Yox, çox gözəl, çox ideal, qəşəng, maraqlı, çox gözəl. İştirak edə bilər bodybuilding yarışlarında belə? Mütləq iştirak edə bilər. Danışacağım özü ilə. Yox, maraqlan gör, neyinə məşqsən, qardaş? Futbolçu bildik və Zé Roberto, keçmiş Braziliyanın oyuncusu. O da indi var idi Bayern Münihdə. Bunun da forması yaxşıdır, amma ən yaxşı Fernando Torresdir. Fernando Torresdir ən yaxşı, ideal. Bu da yaxşıdır, idealdır. Bu da idealdır, bəli. Presləri yerində, çiyinlər yerində. Sadəcə anatomiya deyilən bir şey var da insan bədənində quruluşunda. Hər bədənin quruluşu, forması başqa cür olur. Ona görə məsələn bunun da boyuna, buxununa uyğun bədən forması var. Fernando Torresin boyu hündürdür, yəni ona daha belə yaxşı yaraşır. Məsəl Özil isə səncə bunlardan üçündən kimin öz fitness seti zalı var? Fernando Torres. Mən belə düşünürəm. Bəlkə də bununki də var. Bununki danışmamışam. Mən Fernando Torres'la qonşu olmuşuq deyirəm. Amma set olaraq mən fikirləşirəm ki, Fernando Torres olar. Çünki əgər bu cür dəyişim olubsa futboldan sonra, demək bu bodybuildingə və fitnessə böyük sevgidən, istəkdən irəli gəlir ki, deməli bunun fitness zalları olmalıdır. Yəni, mən səndən əslində başqa cavabı da gözlədim. Çünki professional idmançı gözü ilə baxdın və səni təbrik edirəm. Düzgün cavab, bəli, Fernando Torres'dir. Son vaxtlar öz böyük bir fitness seti var. Bəli, düzgün cavab Fernando Torres-dir, tamaşaçılar. Bir də efirdən sonra bir də sən gelib ətraflı danışarıq. Əziz dostlar, hal-hazırda bizdə Zé Roberto, burası hələ məsləhətləşim, Kamil burada da. Əziz dostlar, reklamlara keçid alaq, reklamlardan sonra qaydaq studiyamıza. Penalti proqramına Brevelin baş sponsorluğu, Danilovun sponsorluğu ilə baxırsınız. Bəli, əziz dostlar, reklamlardan qayıtdıq. Kamil, Muhammed Salah haqqında nə fikirləşirsən? Onun Misirin Messisi deyirlər də, yəni ona. Bəli. Nə fikirləşirsən onun haqqında? O Misirin Messisi ola bilməz. Messidən bir dənədir. Yəni Messiyə bənzəyə bilərlər, düzdür, amma Salah da çox güclü oyuncudur. O 0 nöqtələrdən vurduğu qollar var, 0 nöqtə. Onun üzrə məxsus o qıraqdan keçib vurmaq var. Keçidləri var, amma indi müsəlman oyuncudur və onun da Liverpool şəhərində, İngiltərədə o müsəlmançılığı genişləndirilməsi, təbliğatında çox böyük rolu var.
və təbii ki, indi dini qoyaq qırağa, insanın birinci əxlaqı olmalıdır. O qədər, məsələn, istəyir dinlə məşğul olan, dinlə məşğul olmayan, əxlaqı olmayan insanlar var ki, insan fərqi yoxdur. Nə ilə məşğul olur olsun və yaxud da olmasın, əsas insanın birinci əxlaqıdır. O futbolçuda da biz hələ davil, mən onun, bəlkə də olub, futbolçularda olur da indi oyun zamanı dalaşmaq və yaxud da mübahisə eləmək. Həmişə onu sakit görmüşəm oyunda. Bəli, belə təmkinli, belə... Necə deyirəm, Yaponiya mənim üçün əxlaq tərəfindən, mədəniyyət tərəfindən çox maraqlı bir ölkədir. Hətta Salah da elənsənə əxlaqı ilə seçilən bir futbolçudur. İnsanın da əxlaqlı olmağı da fərqi yoxdur. Futbolda oyunun arasında oynayır, oynasın, həmişə özünə rəğbət qazanır, hörmət qazanır. Yəni oyundan kənar məsələlər... O da üst-üstə gələndə yaxşı qol vurmaqları, oynamaqları, o da sevgi artıq sığışdıra bilmir də insanların sevgisini, yığıb-yığışdıra bilmir və nəticə etibarında ona görə bu günlərim Salahdır. Salahdır, bəli. Əbəs yerə Salahın mən adını çəkmədim. Hal-hazırda bu dəqiqələrdə Belçika ilə Misir oyunu gedir və gözlənilməz hardasa nəticələrlə onu saymaq olar ki, Misir millisi Belçikanı 1-0 üstələyir hal-hazırda olan dəqiqələrdə. Belçikada favoritlərdən sayılır əslində. Belçika, Lukaku olsun. 2018-də bürünc medal qazanmışdılar. Bəli. Yəni ki, o da maraqlı ki... Lukaku oynayır yoxsa yox? Lukaku oynayır, bəli. Lukaku elə bir krandır da. Lukaku çox belə fiziki tərəfdən həm güclü, həm böyük. De Bruyne var orada. Var, güclü komanda ümumiyyətlə. Sadəcə Lukaku keçən Avropa çempionatında bir oyunda nə qədər moment olmuşdu, vura bilməmişdi. Hətta baxırdım ki, insan bu qədər fürsət qaçırır, amma yenə də 10 illar Misirin də qalib gələ biləcəyi ehtimalı ola bilər. Çünki Misir qabağı elə bir oyuncu komanda deyil, orada da maşallah elə bir oyuncular var ki, Misirdə. Misir 7 qat Afrika Çempionlar Liqasının bəli qalibidir. Salah varsa demək. Oyunun sabahı var. Oyunun sabahı var, bəli. Kamil, bizdə bilirsən ki, təxminlər turniri keçirilir. Burada iştirak edən qonaqlar öz təxminlərini verirlər və sonda kimin dünya çempionu olacağıyla bağlı təxminləri verirlər. Mən istəyirəm sabahki oyunlarla bağlı sənin təxminləri valaq və bugün və sabah keçirilən oyunlar barədə. İlk öncələ bu dəqiqələrdə gedən Belçika-Misir oyunu barədə sənin təxmin. Neçənci dəqiqədə bilmirsiniz? Neçənci dəqiqə? Birinci hissə qutarıb. Birinci hissə qutarıbsa, məncə Misir qalib gələcək. Hətta. Ya heç-heçə olacaq, ya da ki, Misir qalib gələcək. Amma dəqiq bizə hesab lazım. Dəqiq, yəni heç-heçə də qalibiyyətin taitdə Misir üçün qalib gələr Misir. Neçə hesab? Ya 2-1 olacaq, ya da ki, 2-0. 2-1 variantı qeyd almalıyıq. 2-1 qeyd alaq variantı. Qeyd alın, yazın. 2-1 qeyd edəcəm. Mən görə şok salatmayın, izləyicilər. Yəni, deyərsiniz ki, sonrasan elə... Sonra zəng edib Kamilə deməyin ki, bir dənə mənə plan oyun olacaq, mən o barədə məlumat verir, o şeyləri eləməyin. Növbəti oyun Səudi Ərəbistan Uruqvay oyunu. Buradan təxminləri valaq sənin? Uruqvay da o vaxt təbii ki, 2 dəfə indi yox, çoxdan da 2 dəfə dünya çempionu olub. Onun neçə dəfə 2 dəfə olub dünya çempionu. Bəli. 10 neçə dəfə, 14 dəfə səhv eləmirəm, yoxsa 12 dəfə Cənubi Amerika çempion olub və qabaqçı oyuncular vardı. Suarez, Cavani falan bunlar da yəqinədir. Forlan, Diego Forlan çox əfsanəvi oyuncudur. Çox idi güclü oyuncuları. İndi də var. İndi də var, cavanlardan. Qabaqçı deyil də. Amma bəli. O da... Amma Səudi Ərəbistan da yəni rəqibi də, onu da nəzərə al. Səudi Ərəbistan da elə bir komandadır ki, yəni sürpriz gözləmək olar, amma mən fikirləşirəm ki, Uruqvay qalib gələcək. Neçə hesabla? Hesabı 3-0. 3-0. Okey. Bunu da redaktorlarımız qeydə alır. Və İran-Yeni Zelandiya oyunu. Bu da maraqlı qarşılaşmalardan biridir. Mən istəyərdim ki, İran bizim qonşumuzdur. Bəli. Müsəlman ölkəsidir. İstəyərdim ki, İran komandası qalib gəlsin. Yeni Zelandiyada zəif komanda deyil, güclü komandadır. Amma mən İranın qalib gələcəyinə inanıram. Ümid edirəm ki, İran qalib gələcək. 1-0. 1-0 hesabı ilə. Bəli. Və ümumi dünya çempionu əsas kim olacaq? Ən böyük suallardan biri. Côte d'Ivoire. Dünya çempionatı.
Könül istər ki, təbii ki, Portuqaliya olsun Hə. və yaxud da Türkiyə təbii ki, hamımız istəyirik ki, Təbii Türkiyə olsun. Amma reallıqlar var. Amma reallıqlar var nəzərə futbolda. alaraq. Məsələn, birinci oyun Türkiyənin oyunundan sonra qrupdan çıxmağına heç inanmıram, amma yenə deyirəm, Avropa çempionatında, sonuncu Avropa çempionatında Türkiyə milli komandası ilk oyunda 2-0 uduzdu və qrupdan da çıxdı. Bəli. Gürcüstanı da məğlub elədi, sonra haransa oranı da məğlub elədi və qrupdan çıxdı. Hətta qrupdan çıxıb bir üst tura da yenə keçdi. Rəqib bu növbəti mərhələdə, yəni 16-da birə kimi getmişdi, yox 8-də birə kimi gedib çıxmışdı. İstəyərik ki, Türkiyə olsun, amma Könül istər, bəli. Amma reallıqlarla baxsaq, mən düşünürəm Argentina ya da ki, Fransa var. hə, Fransa da İspaniyada baxmayaraq ki, starta heç yaxşı başlamadan oldu. Portuqaliya ya da ki, Argentina istəyərdim olsunlar çempion. Bəs biz tərəfin komandalarının, Afrika komandalarının kimi Çətin. belə çətin. Çətin olsunlar. Onlar da məsələn dünənlərim baxırsınız da bir neçə Afrika oyunlarına baxıram, amma tam o deyirlər. Hə, biraz Tam o deyirlər. səviyyə baxımından biraz. Xahiş edirəm əl gəzdirdə komentar. Mənə qulaq asan var Kamil. Mən deyirəm, mənə Səsini qulaq asan çatdıramırsan. yoxdur. Dünən inansan qonşular səsimə yata bilmirdilər evdə. Baxırdın, Hə, baxırdım, qışqırırdım. divara. Hə, qışqırırdım. Ay Allah, qışqırırdım. Qonşular da mənlə Onlar da düşmən bir də olacaq o yəqin yəni. Azərbaycan zada oynayır. Baxı çevirirlər ki, Kodivar var oynayır. Belə Kamil Zeynalın təxmininə görə Portuqaliya bu il çempion olacaq. Portuqaliya da Argentina da ikisindən biridir. Yox, biri lazımdır bizə. Argentina. Argentina bu ildə Kamil Zeynalın fikrincə dünya çempionu olacaq. İngiltərə cavan heyətdən biraz gedib Tam o deyil, amma güclü komanda. Amma favoritlərdən sayılır təbii ki. Braziliya da ola bilər. Mənim yəni 4 belə deyim, fikirləşdiyim Braziliya, Almaniya, Almaniyada var, bəli. Fransa ya da ki Argentina, Portuqaliya da ola bilər. Ola bilər Portuqaliyada, yəni bu 5-dən, 4-dən hə. Yəni 4-dən hə. Bu 4 Portuqaliyada zamanında gözləməklə 5-i dünya çempionu ola bilər bunlardan biri. Amma əsas belə fikirləşirəm ki, Argentina, Messi ola bilər, hə. Bəs sonuncusu Ronaldo yoxsa Messi? Valla mən ikisinə də Bu sual bir şeyə oxşayır da. Yəni papanı çoxsan yoxsa mamanı, o suala bənzəyir. mən Messiyə də Barcelona'nın fanatı idim, məsəl üçün. Fanat deyə nazar keçdirdim. Maraqlı idi mənə Messi'nin vaxtında Barcelona'nın oyunları, onun keçidləri, Biri başa düşürsən driblingləri, Messi. hə. Bəli. Ronaldo da Ronaldo'yu məsələn nazar keçdirmədim, amma bir futbol, bir insan kimi simpatiyam var idi. Məsələn, Ərəbistana gedəndən sonra da orada əzmkarlığı, Bəli. O çalışqanlığı, liqanı belə qaldırmağı, ora maraq yaratmağı. Bəli, yaratmağı. Amma yenə də içində idi, hardasa yaratma deyəndə həvəsləndim. Messi sevgisini daha çox hiss edirəm mən səndə. Məsələn, indi Ronaldo mənim üçün maraqlıdır. Ona görə məsələn mən Portuqaliyanı nə görə çox istəyirəm? Azar keçdi edirəm. Figo, Luis Figo var idi. Bəli. Mən onların o vaxtki komandanın hamısına şəkil çəkdirmişdim. Qapıda Vitor Baia olmaqla, nə bilim, Rui Costa-sı, Sapintosu, Joao Pintosu. Hamısı əfsanələr idi, hamısı əfsanə. Məncə Kamili biz bir daha dəvət eləməliyik bu verilişə. Çünki o qədər futbolla dolu məlumatlar var ki, çox təşəkkür edirəm Kamil efimizə gəldiyinizə görə. Minnətdarıq Sağ sənə. olun, təşəkkür edirəm. Əziz dostlar, inanıram ki, siz də maraqlı veriliş bu günləri penalti verilişinə baxdınız və zövq aldınız bizim kimi. Verilişimizi yekunlaşdırmağa vaxtıdır məncə və sonda isə geyimimə görə Federal mağazasına təşəkkürümüzü bildiririk. Bugünlük bu qədər, sabah eyni vaxtda, eyni məkanda görüşmək ümidi ilə. Sağ olun. Penalti proqramına Brevelin baş sponsorluğu Danilovun sponsorluğu ilə baxdınız.